Şəhidlər dövlətinə. 5-ci feodal dövlətimiz olur. Şirvanşah, Saci, Salari, Rəvvadi və Şəhidlər dövləti. Mövcud olma tarixini öyrənirik birinci yenidən. 971-1088. Bütün dövlətlərdə belədir və yəni birinci dövlətlərin biz mövcud olma tarixlərini bilməliyik. Paytaxtda olacaq Gəncə. Baxın, ilk dəfədir Gəncə adlı bir şəhərimiz paytaxt olur. İndiyə qədər heç vaxt paytaxt olmayıb Gəncə. Düzdür? İndi Şəddadilər dövləti Şimali Azərbaycanda olub, yoxsa Cənubi Azərbaycanda? Şimali olub, Gəncə Şimali Azərbaycandadır. Deməli, Şəddadilər uşaqlar köhnə kitablardan qeyd olunur ki, Kürd mənşəlidir. Təzə kitablarda isə ümumiyyətlə bu barədə qeyd yoxdur. Yəni ki, əsas odur ki, Türk mənşəli deyil, Ərəb mənşəli deyil. 2 dənə ərəb mənşəli oldu, Şirvanşah, Rəvvadi, 2 dənə türk mənşəli oldu, Saci, Salari. Şəddadilərin mənşəlindən danışmayın. Yəni, Kürd mənşəli götürə bilərsiniz. Böyük ehtimal Kürd mənşəli dövləti idi. Şəddadilər yaranmamışdan qabaq yenə Dəbil əmirliyi olub. 951-ci ildə. İndi buna fikir verin. Bunlar hamısı dövlət olmamışdan qabaq əmirliyi olublar. Necə Rəvvadilər dövləti yaranmamışdan qabaq Rəvvadi əmirliyi olmuşdular. 8-ci əsrdə, düzdür? Rəvvadi əmirliyi nə vaxt yarandı? 981-də. Şəddadilər dövləti də yaranmamışdan qabaq yenidən bir sülalə olublar. Dəbil əmirliyi 951-ci ildə. Dəbil də bilirsiniz də haradır? Bayaq baxdıq xəritədə. Hə, düz Göyçənin altı. Göyçənin aşağı tərəfi Dəbil şəhəri idi. Demişdik. Yəni ki, xəritədə baxmışdıq yerinə. Dəbil əmirliyini yaradıb Məhəmməd İbn Şəddad. Yəni, Şəddadilər dövləti yaranmamışdan qabaq sülalə olanda Dəbil əmirliyini, həm də belə deyək ki, sülələni Məhəmməd İbn Şəddad yaradıb 951-ci ildə. 20 ildən sonra gəlir Göyçənin üstünə Gəncəyə. Bunu eləyir dövlət 971-ci ildə. Dövlətin balisi kimdir? Əli Ləşkər. Bu olur dövlətin balisi. Deməli, bax, qatmırsınız. Sizə testdə Məhəmməd İbn Şəddadın hökümdar kimi verəcək. Diqqətli olun, səhv fikirdir. Məhəmməd İbn Şəddad hökümdar olmayacaq. Hökümdar Əli Ləşkər olacaq. Məhəmməd İbn Şəddad sadəcə Dəbil əmirliyini yaradıb 951-də. Dövlətin yaranmasını siz Əli Ləşkərlə götürəcəksiniz 971-ci ildə. Başa düşdünüz? Əli Ləşkər Gəncədə Şəddadilər dövlətini yaradır. Başqa elə bir şey yoxdur bunun haqqında. Fəzl ibn Məhəmməd. Yenə bir Məhəmməd gəldi. 985-1030. 5 dənə Məhəmməd oldu da. Məhəmməd İbn Yezid, Məhəmməd Əbu Sac, Mərzban İbn Məhəmməd, Məhəmməd İbn Şəddad, bir də Fəzl ibn Məhəmməd. 5 dənə Məhəmməd. Ona görə sizə ev tapşırığımdır. 985-1030. Sizə ev tapşırığımdır. Gələn dərs ev tapşırığından əlavə, təşkilatlardan, testlərdən əlavə Məhəmmədləri xüsusi olaraq kağıza yazacaqsınız haqqında qeyd edilən hadisələrdən bir yerdə. Başdan başlayırıq bütün Məhəmmədləri. Şirvanşahlardakı Məhəmmədi yazacaqsınız, ev tapşırığı kimi. Məhəmməd İbn Yezid idi də. Kimdir, nəçidir, nə tədbir edib. Sonra soyadlarını, Məhəmmədləri tam yazsınız. Məhəmməd İbn Yezid, o Yezid sözündə yazmalısınız. Sonra Məhəmməd İbn Əbu Sac, Sacidəki Məhəmməd. Neyib, nə tədbirinə yadda qalıb. Sonra Mərzban İbn Məhəmməd, Salaridəki Məhəmməddir o. Tədbiri, hakimiyyət dövrü də var idi, 941-957. Sonra Şəddadidəki Məhəmməd, İbn Şəddad neyibdir, kimdir, nəçidir. Fəzl ibn Məhəmməd, hakimiyyət dövrü neyib tədbirlərini qeyd edirsiniz bu formada. Məhəmmədləri hamısını yazırsınız bir kağıza ayrıca. Hamısını oxuyub qutarandan sonra, ev tapşırığını hamısını hazırlayandan sonra. Fəzl ibn Məhəmməd Şəddadilərin ən qüdrətli hökümdarıdır. Sadəcə Fəzl də deyə bilərsiniz buna. 45 il hakimiyyətdə qalmışdı Fəzl ibn Məhəmməd. Məsələn, dövründə Xəzərlərə qarşı mübarizə var. Xəzərlərlə müharibə var, uğurlu müharibədir özdə. Sonra bu dövründə Bizans dövləti ilə müharibə var. Bizansla mübarizə var. Bu da uğurlu tədbirlərindən biridir. Sonra Beyləqanı ələ keçirərək Şəddadilərə birləşdirib. Beyləqan şəhərini tuturdu.
Sonra dövründə məşhur bir hadisə var. 1027-də Xudafərin körpüsü. Eşitmisiniz adını? Bax. Bu Cəbrayıl rayonunda da hal-hazırda. Şimali Azərbaycanın, Cənubi Azərbaycanın ayrıcılığındadır. Araz çayının üstündən keçir. Araz çayı Şimali Azərbaycanla Cənubi Azərbaycanı ayırır da biz elə demişdik. Bax, həmin o Xudafərin körpüsünü Fəzl ibn Məhəmməd tikdirmişdi 1027-ci ildə. Bir də belə bir cümlə var Fəzl ilə bağlı. Yazıb ki, Gəncə şəhəri ətrafındakı xırda feodal mülklərini ləğv edir. Bu paytaxt Gəncədə axı bəzi feodallar var idi ki, onlar özbaşınalıq törədirdilər. Əvvəldən var idi da bu. Ki, biz deyirik ki, həmişə hökmdar istəyir ki, feodalları özünə tabe eləsin. Dövləti mərkəzləşdirirsən. Yəni, Gəncə ətrafındakı böyük bəzi xırda mülklər var idi, feodalların mülkləri var idi. Həmin mülkləri feodalların əlindən alıb dövlətin tərkibinə qatıbdır. Başa düşdünüz? Yəni, Fəzl ibn Məhəmmədin dövründə dövlət varlanıbdır, həm də genişlənibdir. Sonra Fəzl ölür, yerinə gəlib onun oğlu Musa, Əclaf Musa. 1030-1034-cü illərdə hakimiyyətdə olub. Doğru düzəməli adam deyildi. Baxmayaraq atası qüdrətli hökmdar olub, amma bu elə deyildi. Musa ibn Fəzl, elə Musa deyə bilərsiniz. Yəni Musa var olsunuz. Bunun dövründə 1030-cu ildə Slavyanların Beyləqana hücumu var. 1030-cu ildə hakimiyyətə gələn kimi. Bəs bunun günahı nədir? Deməli, bu hakimiyyətə gələndə bu qardaşı Beyləqada qiyamı qaldırır. Rusiyaya qarşı. Rusiyaya qarşı qiyam qaldırır. Belə, o qardaşı da səhv edibdilər. Çünki gəlib də tapıraq hakimiyyətdə qalsın. Amma bu da nə edibdir? Gedibdir Slavyanları qardaşı üstə çağırıbdır. Slavyanlar da Azərbaycanın şimalındadır, yuxarısında, Dərbənddən yuxarı. Slavyanları çağırıbdır. Slavyanlar da gəlirlər, Azərbaycan ərazisinə daxil olurlar. Bu icazə verir. Girirlər Beyləqana, Beyləqana orada qırğın törədirlər, çoxlu qarət törədirlər. Bu qardaşın qiyamında yatırırlar. Sonra da çıxıb gedirlər. Bu axmaqlığına görə düzdür, qardaşın qiyamı yatırılır, amma Beyləqan şəhəri dağıdılır Slavyanlar tərəfindən 1030-cu ildə. 1034-cü ildə Musa hakimiyyətdən devrilir. Musa devriləndən sonra gəlir ikinci Ləşkər. 1034-1049. Şəddadlar biraz çoxdur ha, Şəddadlara çox vaxt ayırır. Yəni, dərsi demək olar elə 50%-ni Şəddadlar təşkil edir, hətta bəlkə daha çox. Deməli, birinci Ləşkər var idi, Əli Ləşkər. O Şəddadlər dövlətini yaratmışdı. Bir də var ikinci Ləşkər. 3 dənə hadisə var ikinci Ləşkərin dövründə. Bunu belə yerdə saxlayın ki, ikinci Ləşkər işi gücü Bizans erməni gürcüləri məğlub eləməkdir. İndi baxın, 1037, 1038, 1048 Bizans erməni gürcü qoşunlarını məğlub edərək Azərbaycan torpaqlarından qovuldu. Bunların feodalları var idi, bunların qoşunları var idi, feodalların qoşunları. Azərbaycan ərazisinə tez-tez hücum edirdilər. Bizans erməni və gürcü qoşunları. İkinci Ləşkər də tək yox, Səlcuqlarla birləşərək, orada görəcəksiniz. Səlcuq hökmdarı Toğrul var idi. Toğrulla birləşir, biz bunu Səlcuq dərsində də deyəcəyik. 3 dəfə Bizans erməni gürcü qoşunlarını məğlub eləmişdi. İlləri də rahat yadda qalır. 1037, 1038, 1048-ci illərdə. Yəni qüdrətli hökmdardır, Musadan fərqli olaraq. Bitmədi. İkinci Ləşkərdən sonra var Əbülasvar Şavur. Yaxşı adları var. 1049, 1067. Əbülasvar Şavur. İndi 1062-ci ildə Hasar və Xəndəklər çəkdirib bu Gəncə şəhərinə. Hasar və Xəndək yəni ki, nə üçün çəkilər? Təhlükəsizlik məqsədindən, şəhəri qorumaq üçün çəkilər də, Gəncəni qorumaq üçün. Bir də 1063-də qala qapıları var. Eşitmişsiniz qala qapılarını? Gəncə qala qapıları. Gəncə məşhur qala qapıları. Orada tikdirən də var İbrahim Osmanoğlu, memarın adıdır. Memar tikdirmişdi İbrahim Osmanoğlu. 2 dənə tədbir var Əbülasvar Şavurun. Gəncə şəhərinin ətrafına Hasar və Xəndəkləri çəkdirib, bir də Gəncənin qala qapıları tikdirmişdi. Bu tədbirləri niyə həyata keçirib? Alan tayfalarının yürüyüşündən qorunmaq üçün. Alan tayfaları var idi, Azərbaycana tez-tez hücum edirdilər.
şimal tərəfdən, Azərbaycan Dərbənd keçidindən. Yazımıza gəlir, bundan qabaq bir dəfə də var idi alanların Azərbaycandan yürüyüşü. Albaniyadan Atropatena. Nə vaxt idi Gülçöhrə alanların yürüyüşü? Demeyin. 4-cü əsr. Hə? 4-cü əsr. Yox, alan tayfaların Azərbaycandan yürüyüşü. 74. Bayaq dedi 70-74. Birinci əsr. Bizim Evan 70-74-cü əsrdə sən etmişdin. Yəni 70-74-cü illər. Alanların Azərbaycandan yürüyüşü. Deməli, bu alanlar bir də yürüyüş edilmiş Azərbaycana 1062-ci ildə. Əblasvar Şabur da onlardan qorunmaq üçün hadisələrlə xəndəkləri çəkdirib, bir də qala qapılar tikdirdi. 1062-1063-cü illərdə. Deməli, belə bir sual da var, qəbul imtahanına düşmüşdü. Azərbaycan tarixinin 1-ci əsri və 11-ci əsri tarixi üçün oxşar cəhətdir. Alan tayfalarının yürüyüşünə məruz qalmaları, doğru fikirdir. 1-ci əsrdə Albaniyaya yürüyüşləri var, 70-74-də, 11-ci əsrdə isə Şəhidlərin üzərində yürüyüşü var, amma uğursuz olur. Çünki Əblasvar Şavur qoruya bilir Gəncə şəhərini. Əblasvar Şavurun dövründə bir uşaq var, 1054-cü ildə Səlcuqların aslı hala düşmək var. Başqa hansı dövlət idi Səlcuqların aslı hala düşmək? Rəvvadilər. Deməli, Rəvvadilər Şəhidlərin oxşar cəhətidir, Səlcuqlara tabi olmaq 1054-cü ildə. Əblasvar Şavur öləndən sonra gəlir 3-cü fəzl. Görürsünüz, hələ bir yəndə var, 3-cü fəzl. Amma dövründə heç nə yoxdur. 3-cü fəzlin dövründə Şəhidlər dövləti tənəzzül edir. 3-cü fəzlin ölümündən də Şəhidlər dövləti tamamilə dağılır, süqut olur. Sonuncu hökmdardır 3-cü fəzl. Deməli, oldu Məhəmməd İbn Şəddad. O dövlətdə deyil, Dəvin əmirliyində də 951-də. Üstündən 20 il sonra 971-də olublar dövlət. Əli Ləşkərin dövründə. Sonra Fəzl ibn Məhəmməd ən çox tədbir bundadır. Ən qüdrətli hökmdar bundadır. Sonra bunun zəif oğlu var. O Əcdaf Musa. Beyləqana Slavyanları çağıran. Sonra ikinci Ləşkər var. O da Bizans erməni gürcüləri məğlub edən. Əblasvar Şavur var. Bu da Hasan və Xəndəklər tikdirirdi. Qala qapılar tikdirirdi. Bir də var axırıncı 3-cü fəzl. Söhbət dünyası 5 dənə hökmdar edir də. Paytaxtları Gəncədə Kürd mənşəli dövlətdir Şəddadilər. İndi Şəddadilər dövləti Azərbaycanın şimalında yaranmasına baxmayaraq həm də cənubunu əhatə eləmişdir. Bu fikir doğrudur yoxsa yanlışdır? Yanlış. Yanlışdır çünki birləşdirməyib Azərbaycanı. Biz dedik ki, nə vaxt Azərbaycanı birləşdirirsənsə, onda həm şimalda, həm cənub Azərbaycanda olursan. O sadəcə Salavilər idi. Cənubda yaranıb, həm də şimalda olublar. Çünki Azərbaycanı birləşdiriblər. İndi Şəddadilərdir, şimalda yaranıb, elə şimalda qalıblar. Rəvvadilər də cənubda yaranıb, cənubda qalıblar. Yaxşı?